Hər vaxtınız xeyir, Azadlıq Radiosunun 250 saniyə xəbər bülteninə baxırsınız. Bugün 18 oktyabr Azərbaycanın dövlət müstəqilliyi günüdür. 19 il öncə Azərbaycanın Ali Soveti dövlət müstəqilliyi haqqında konstitusiya aktını qəbul edib. 75 yaşlı xalq hərəkatı fəalı Həsən Bala Fərzəliyev 19 il əvvəli belə xatırlayır. 88-ci ildən xalq hərəkatına qoşulmuşam. Bir kredit maskuli çalmışdım. Bu maskuli gedib pul qazanardım, pul qazanmırdım. Gecə saat 12-də azadlıq qışqırırdıq. Bəs Bakı sakinləri həmin günü xatırlayırlarmı? Tarixi gündür və Azərbaycan müstəqilliyi haqqında akt qəbul olunub. Müstəqillik günündə. Dirçəliş günü. Mən istəyirəm. Bilirsiniz mi bugün nə günüdür? Ama biraz yaxına gəlin də. Azərbaycan müstəqilliyi günü 18 oktyabr. Bugün müstəqillik günümüzdür da. Artıq 3 gündür ki, namizədlərin başı özlərini təbliğ etməyə qarışıb. Oktyabrın 15-dən parlament seçkiləri ilə bağlı təbliğat, təşviqat kampaniyası başlayıb. Bu parlament seçkilərindən namizədlərin təbliğat vasitələrinə yeniləri də daxil olub. Məsələn, Facebook, Twitter, YouTube kimi sosial şəbəkələr, internet televiziyalar, plakatlar, seçicilərlə görüşlər də öz yerində. Bundan başqa, bəzi namizədlərin öz internet səhifələri də var. Mənim imkanlarım olub, yolda çəkmişəm, asfalt eləmişəm, xeyirşər evdə tikmişəm, məktəblər də tikmişəm bu dairədə. Və inanıram ki, bizim seçicilərimiz də ona görə mənə səs verməyiblər ki, mən asfalt eləmişəm və məktəb tikmişəm. Sadəcə olaraq bir ziyalı kimi, bir alim kimi, bir yazısı kimi, bir ictimai xadim kimi, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri kimi. Təşviqat təbliğatın açıq tərifi yoxdur. Yəni, seçki məcəlləsinə baxanda mən bilmirəm hansı sözdən istifadə eləsəm, bu təbliğat sayıla bilər, hansı sözdən istifadə eləsəm olmaz. Yəni, bu qədər ehtiyatlı oluruq biz. Namizədlər bir dəfə cəmi 4 dəqiqəlik pulsuz efir vaxtından da yararlana bilərlər. Əlavə efirin hər saniyəsi üçünsə gərək əlin cibində ola. Müstəqil ekspertlər isə bu fikirdədirlər ki, təbliğat kampaniyasında bərabərlik prinsipi pozulub. Bu özünü daha çox plakatların yayılmasında göstərir. Kiminin şəkillərinə hər addım başı rast gəlinir, kiminin isə ixtiyarında yalnız rəsmi seçki tablolarıdır. Azərbaycanda parlament seçkiləri noyabrın 7-sindədir. Millət vəkili olmağa 700-dən çox namizəd iddialıdır. Namizədlərdən söz düşmüşkən, seçicilərin də onlardan öz gözləntiləri var. Bakı sakinlərinə eşidək. Biz sadəcə olaraq onu gözləyə bilərik ki, yeni iş yerləri açılsın. Vallahi elə bu vaxta qədər heç nə gözləməmişik, hər halda heç nə gözləmək realna deyil vallahi. Heç olmasa bir dəfə də olsun seçicilərlə görüşə gəlsin. Şəhərimizi daha gözəl eləsinlər. Hələ yeni namizədimiz görüş keçmir. Şəxsən mən bilmirəm bizim namizədlər kimdir. Bu vaxtdaca millət vəkili bizə nə edib ki, bundan sonra seçdiyimiz nə olsun? Hər şey irəliyə və yaxşılığa doğru getsin. Oktyabrın 17-sində Bakıda aksiya keçirilib. Bu dəfə insanlar heyvanları qorumağa çağırıblar. Küçə pişiklərinin müdafiəsi məqsədi ilə keçirilən aksiyanı yazıcı Nərmin Kamal təşkil edib. Aksiya zamanı sürücülərə məlumatlandırıcı bukletlər paylanıb. Sahibsiz pişiklərə yemək verilib. Həm küçədə aç pişikləri yedizdirmək üçün çıxmışıq, həm də ki, bu belə bir kağız paylayacağıq ki, sürücülərin diqqətini cəlb eləmək istəyirik. Pişiklərə qarşı ehtiyatlı olsunlar. Nərmin Kamal bu cür aksiyaların internatlı olaraq keçiriləcəyini deyib. Bugünlük 250 saniyə ərzində sizə çatdıracaqlarımız bu qədərdir. Günün bu və başqa hadisələrindən daha ətraflı 3w.azadlıqradiosu.az saytından xəbər tutun. Sağ olun, sabahadək saytı dəyişməyin.